Salam dostlar, hər vaxtınız xeyir olsun. Hər gününüz, hər sabahlarınız xeyirli açılsın inşallah. Dostlar, Ballıcadayam. Bu günləri Ballıcadan gözəl, maraqlı yerləri çəkib sizin üçün paylaşacağım. Dostlar, bax, bunlar hamısı bizim bu gözəl yerimizi, yurdumuzu qırılmışların bax, düzəltdiyi yerlər qalıb hamısı bunlar belə. Baxın. O qədər gözəl yerdir, o qədər sərindir, qəşəngdir. Xocalı ilə Xankəndinin arasındadır da bu Ballıca. Kim istəsə gələ bilər, çox gözəl, sərin. Hələ bu qırılmışların Pivnoyevna gözü tökülsün onların, mundarlar. Çox gözəl yerdir dostlar, çox. Diliniz yansın sizin ha. Bunların basenisinə zadına bax. Gözü tökülmüşlər. Bu cürə gözəl yerlərimizi neçə illərdir zəbt eləyib alıb oturublar. Dostlar, yenə deyirəm, kim mənim indi vloguma baxsa, eşitsə, inşallah, bax, piknik üçün yer istəsəz, gəlin bura, çox gözəldir. Çox qəşəngdir, hər şeyini gətir qəşəng. Özün nə istəyirsən, burada hazırla, otur, dincəl, çox gözəl bir yerdir. Bu nədir? Buradan sonra yok diyor. Çay bu tarafa. Ve buradan dönür. Nene. Saç eser, yanından öpüşelim, sükut olup sen çıksan.